Salam dəyərli MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər. Bizim bugün funksiyalar və qrafiklərlə bağlı belə bir sualımız var. F ax çıx b bölünsün bx çıxa bərabərdir x kvadratı çıxaq 3x topla 1 olarsa, f1 üstəgəl 5 vurulsun f-1 ifadəsinin qiymətini tapın. Öncə nə edirik? Ax çıxaq b bölünsün bx çıxaq a bərabərdir 1 t əvəzləməsi edirik. Çarpaz vururuq. Ax çıxaq b bərabərdir btx çıxaq at və x-ları sola, qalan digər hədləri isə sağa yığırıq. Ax çıxaq btx bərabərdir b çıxaq at. X-i çıxarsaq a çıxaq bt bərabərdir b çıxaq at. X bərabərdir b çıx at bölünsün a çıx bt. Demək, biz belə deyək, ft-ni almaqdan ötürü deməli biz f-in içərisində x gördüyümüz yerə əgər bu ifadəni yazsaq, ft-ni almış olarıq. O zaman ft bərabərdir. Harada x görürüksə, əvəzinə bu ifadəni yazırıq. Ft bərabərdir b çıx at bölünsün a çıx bt kvadratı çıxaq 3 vuraq b çıx at bölünsün a çıx bt üzərinə gəl 1. Bu oldu bizim ft funksiyamız t'dən asılı. İndi f1 üstəgəl 5 vurulsun f-1'in qiymətini tapmaq lazımdır. f1'i tapmaq üçün harada t görürüksə yerinə 1 yazırıq. b çıxaq a bölünsün a çıxaq b-nin kvadratı. Çıxaq 3 vurulsun b çıxaq a bölünsün a çıxaq b üstəgəl 1 bərabərdir. B çıxaq a bölək a çıxaq b. Bu -1 idir. Kvadratı da elə 1'dir. 1 çıxaq üstə gələk, yəni burada da -1 alınır. 3 üstə gələk 1. Bu etdi 5. İndi f-1'i tapaq. F-1'i tapmaq üçün t gördüyümüz yerə -1 yazırıq. Olur b üstəgəl a bölünsün a üstəgəl b-nin kvadratı. Çıxaq 3 vuraq. b üstəgəl a bölək a üstəgəl b üstəgəl 1 bərabərdir 1 çıx 3 üstəgəl 1 -2 -2'nin də üzərinə 1 gəldikdə -1. Demək, f1 oldu 5 f-1 oldu elə -1. Bizə deyir ki f1 yəni 5 üstəgələk 5 vuraq -1. Bu da bərabərdir 5 çıxaq 5, cavab da 0.